Photoshopla tanışlıq mövzusuna davam eləyək. Keçən dəfəki faylımız artıq birinci dərsdən fərqli olaraq bizdə burada cari faylların siyahısında görünür. Təbii ki, bu möhtəşəm faylla işimizi elə orada da saxlayaq. Çox da qabağa getmək lazım deyil. Sıfırdan yeni bir fayl yaradıb interfeyslə tanış ola bilərik. Amma daha maraqlı olsun deyə gəlin alternativ bir varianta baxaq. Tutaq ki, internetdən hər hansı bir şəkil götürmüsünüz və onun üzərində işləmək istəyirsiniz. Biz dizaynerlərin, yəni istifadə etdiyimiz bir sıra formatlar, daha doğrusu platformalar var. Onların da ən məşhuru unsplash.com. Hansı ki, yəni dünyadan fotoqraflar, həvəskar, professional öz işlərini gündəlik bura yükləyirlər. Pullu da var, lisenziya tələb edən şəkillər də var, amma əksəriyyəti pulsuzdur. Fərqləndirmək üçün sadəcə şəklin yuxarı sol küncünə baxmağınız kifayət eləyəcək. Plus işarəsi görürsünüzsə, demək ki, o şəkillər lisenziyalıdır. İstənilən bir şəkil, yəni axtarış hissəsinə nə istəyirsiniz axtara bilərsiniz. Yəni nature yazın, təbiətlə bağlı şəkillər çıxsın. Məstan lazımdırsa yazırsınız bura cat, məstan şəkilləri çıxır. Gəl ta ki lisenziyalı olacaq, amma çox pozitiv şəkil olduğuna görə elə bunun üzərində gedəcəm. Lisenziyalı ilə adi şəkillərin arasında bir fərq var. Orada görürsünüz bax belə. Solğun şəkildə unsplash yazılarından ibarət bir watermark işarəsi var. Hər qalda bizim dərsimizə mane olmur, ona görə bu şəkillə də davam eləyək. Bu şəkili Photoshop-a atmaq istəyirsinizsə, şəklin üzərində sağ düyməni basın. Copy image, şəkli kopyalayın. Gəlin Photoshop-a, Photoshop-da hələ heç nə açmamışıq. Yeni fayl yaradın. Avtomatik biz birinci dərsdən artıq bilirik ki, burada Photoshop faylına ölçülər təyin etməliyik. Ən sonda Instagram üçün bir Instagram posteri üçün bir ölçü təyin etmişdi, amma fikir versəz, burada ölçülər dəyişildi. Photoshop bu baxımdan çox ağıllı rəftar edir. Yəni biz internetdən hansı şəkli götürürüksə, kopyalayırıqsa, ən son Photoshop yeni fayl yaradanda həmin şəklin ölçülərini bura biz üçün təklif eləyir. Bura yazır. Create düyməsini basdıqdan sonra isə həmin şəklə uyğun bir yeni boş bir fayl yaranacaq. Biz şəkli burada kopyalamışıq, sanki Ctrl+C eləmişik və gəlirik həmin o şəkli bura atmağa. Ctrl+V etmək ya da ki menyudan edit və paste basmaq kifayət edəcək ki, bizim şəklimiz bura düşsün. Şəklimiz düşdü. Bu şəkil üzərində artıq biz istədiyimiz işləri görə bilərik, amma hələ tələsməyək. Biz ilk öncə sizinlə Photoshop'un interfeysi ilə tanış olmalıyıq. Photoshop'un interfeysi bu əsasən 3 hissədən ibarətdir. Bəlkə də 4 eləyə bilərik bunu. Sol tərəf alətlər, yuxarıda isə seçdiyimiz alətə görə dəyişilən dinamik option bar, sağ tərəfdə isə bu və ya digər məqsədlər üçün hazırlanmış çoxsaylı pəncərələr. Gəlin baxaq görək bir dizaynerin gündəlik iş rejimində bu bölmələr hansı formada ola bilər, hansı dəyişiklikləri biz burada eləyə bilərik. Photoshop'un çox əvvəlki versiyalarında bu toolbar, yəni ki alətlər paneli 2 hissədən ibarət, 2 sütundan ibarətdir daha doğrusu. Mən məsələn iş prosesində hələ də ona öyrəşmişəm. Biz həmin görüntüyə bu alətlər panelini sala bilərik. Yuxarıda görürsünüz 2 balaca ox var. Onu tıkladıqda daha kompakt, xüsusən böyük monitorlarda rahat tapa biləcəyimiz alətləri rahat tapa biləcəyimiz formatda bu alətlər bura düzülür. Bu elə bu şəkildə də qalsın. Control bar ya da option bara hələlik müdaxilə eləmirik. Sağ tərəfdə isə bizə Photoshopçular, Adobe'çular belə bir pəncərələrin belə bir düzümünü təklif eləyir. Yəni gündəlik işimdə bunların hamısı mənə lazımdırmı? Yox. Əsasən mənə faydalı olan hissə bu aşağıdakı 3 pəncərə, eyni zamanda ortadakı bu 3 pəncərədir. Hətta məsəl üçün bu 3 pəncərədən sonuncu mənə lazım deyil. Biz Photoshop'da istədiyimiz kimi bu pəncərələri yerini dəyişə bilərik, bağlaya bilərik. Səhv elədiksə, bağladıqsa onu geri qaytara bilərik. Gəlin buna baxaq. Məsələn, bu üçlünün arasında libraries mənə lazım deyil. Mən gündəlik iş prosesimdə bundan istifadə eləmirəm. Bağlamaq üçün hər hansı pəncərəni adının üzərində sağ düyməni basın. Close və avtomatik həmin pəncərə bağlandı. Bir səbəbdən, yəni yanlışlıqla həmin pəncərə bağlanmışsa, məsəl üçün adjustment mənə lazımdır. Çaşdım, bunu da bağladım. Mən adjustment pəncərəsini geri qaytarmaq istəyirəm. Bütün buradakı pəncərələr hamısı bizdə menyuda window bölməsində olacaq. Mənə hansı pəncərə lazım idi? Adjustment. Onu tıkladıqda avtomatik ən son hansı mövqedə idi bu pəncərə, orada geri qayıdır. Bir də yuxarıdakı dördlü bu pəncərələr qrupu mənə heç lazım deyil. Tək-tək hər birinin üzərində sağ düyməni bas, close, xeyr. Yəni bu biraz çox vaxt aparır. Biz rahatlıqla dördünü birdən bağlaya bilərik. Sağ düymə, close əvəzinə sadəcə close tab qrup eləmək kifayətdir ki, bütün o qrup getsin işini dalayacaq. Bu pəncərə düzülüşü, hətta gəlin biraz bunları
ədalətli bölüşdürək daha doğrusu. Bu pəncərə düzülüşü məni qane eləyir. Bu iki sütundan ibarət alətlər paneli məni qane eləyir. Bizim bir dənə unutmamışam və qeyd eləyək. Təkcə bu pəncərələr deyil əslində burada. Sadəcə simvolla, ikonla göstərilən iki funksiya da var. Tarix, yəni history və comment. Ta ki comment mənə lazım deyil. Gəlin bunu da bağlayaq və tarixi də elə əvvəlki kimi belə daha kompakt şəkildə saxlayaq. Mən bu görüntünü öz iş prosesim üçün workspace şəklində bir sanki iş məkanı şəklində yaddaşda saxlaya bilərəm. Ümumiyyətlə Adobe bizə bu tipli fərqli quruluşa malik workspace-lər təklif edir. Bunları görmək üçün menyudan Window, Workspace bölməsinə girmək kifayətdir. Görürsünüz, kifayət qədər bol alternativlərimiz var, amma mən özüm üçün yeni bir workspace yaratmaq istəyirəmsə, New Workspace, gəlin adını qoyaq marka. Tamam. Və save etdiyim anda mənim bu workspace-im yaddaşda qalmış olacaq, amma tələsməyək bir dənə bu hissəyə də baxaq. Əgər biz bizim hotkeylərdə və menyuda, daha doğrusu həm hotkeylərdə, həm də menyuda nəsə dəyişiklik etmişiksə, onları da bu workspace-ə əlavə edə bilərik, amma biz sizinlə heç bir menyu və hotkey dəyişikliyi etmədik. Sadəcə dəyişdiyimiz şey nə oldu? Toolbar, alətlər paneli. Halbuki hansı ki onu bir sütundan iki sütuna dəyişdik. Ona görə həmin bu toolbarı aktivləşdirək ki, save eləyəcəyim bu workspace-ə toolbarla bağlı yenilik də düşmüş olsun. Save etdiyim anda artıq menyudan Window, Workspace-ə gəlsəm, Adobe-un mənə təklif elədiyi standart workspace-lə yanaşı eyni zamanda marka adında yeni bir workspace-də yəni bu səhiyyə düşmüş oldu. Bu mənə nə verir? İş prosesində təsadüfən tutaq ki, toolbarı bağladım, gündəlik istifadə edəcəyim bu 3 tab qrupu bağladım, çaşdım, əlimi dəydim ya da ki, hansısa bir mərdimazlar dostu gəldi, bunun yerini dəyişdi, buranı açdı. Yəni, öyrəşmədiyim bir görüntü yarandı burada. Yəni, panikə düşməyə ehtiyac yoxdur, rahatlıqla biz öz workspace-imizə geri qayıda bilərik. Window, Workspace və buradan Reset, yəni ki, telefonda necə gedirdi o? Fabrik ayarlarına geri qaytarır. Reset marka biz həmin bu workspace-in başlanğıc nöqtəsinə geri qaytarmış olduq Photoshop-un interfeysini. İnterfeyslə tanışdıq mövzusu əslində burada bitə bilərdi. Yaddan çıxmamış bir dənə məqamı da üzərində duraq. Bizim burada kifayət qədər bol alətimiz var ki, yeni başlayanlar üçün bunlar təbii ki, tamamilə yad, heç bir yəni ki, informasiya verməyən ikonlardan ibarət bir görüntüdür. Amma Adobe-çular bizim işimizi rahatlaşdırmaq üçün çox maraqlı bir şey təklif eləyir. Hansı alətin üzərinə gətirib sadəcə tıklamadan mausu biraz saxlayırıqsa, animasiya şəklində həmin alətlə bağlı sizə bilgi verir. Eyni zamanda da həmin alətin adını, qarşı tərəfdə isə onun hotkeyini göstərir. Məsələn, burada nə yazılıb? B hərfi. O deməkdir ki, mən hər hansı başqa bir alətlə işləyirəmsə, klaviaturada B hərfini bastığım anda avtomatik brush aləti aktiv olacaq. Burada alətlərlə bağlı son bir şey də qeyd edək. Alətin aşağı küncündə əgər 3 bucaq varsa ki, hər alətdə bu olmayacaq. Görürsünüz, məsələn, burada yoxdur. 3 bucaq varsa bu deməkdir ki, bu məsələn burada tək deyil, bunun qohumları var. Üzərində basıb saxladıqda həmin alətlə oxşar və ya ona yaxın funksiyaları icra edən başqa alətlər də bizə təklif olunur. Hər hansı birinin üzərinə mausu gətirib, mausu orada buraxdığımız anda həmin bölmə, həmin alət daha doğrusu aktiv olacaq. Bizə brush lazımdırsa sonunda brushın üzərində dayana bilərik. Hotkeylərlə bağlı da yəni missiyamızı tamamlayaq. Hamısında bu hərfidir, hamısında bu hərfidir. Yəni bu nə deməkdir? Mən əgər tutaq ki, move tool-dayamsa, bunu bastığım anda brush tool aktiv olacaq. Tamam, amma bəs mənə əgər pencil lazımdırsa, çünki yenə deyirəm, move tool-dayam, bunu bastım, brush tool lazımdır. Amma orada pencilin də qabağında bu var idi. Bu zaman shift bu-la həmin o qohum əqrəbanı növbəli şəkildə dəyişə bilərik. Shift bu, shift bu, shift bu. Photoshop'un interfeysi ilə bağlı tanışdığımız bu günlük hələlik bu qədər. 2 dərsin sonu kimi, yekunu kimi daha doğrusu, öyrəndiyiniz şeyləri yəni özünüzdə saxlamaq istəyirsinizsə, bu 2 dərsin sonunda əslində kifayət qədər bilgi aldınız. Bunları dərinləşdirmək üçün, təkrarlamaq üçün mütləq bir tapşırıq eləmək lazımdır. Yəni sadəcə baxıb keçməklə Photoshop öyrənmək təəssüf ki, mümkün deyil. Ona görə tövsiyə, Photoshopda girin, yeni fayl yaradın, sizə lazım olan ölçülər təyin edin. Tutaq ki, bu ölçülər olsun Photoshop posteri, post ölçüsü və bir də Photoshop'un, daha doğrusu Instagram'ın storiesi. Tamam? Instagram post və Instagram story.
internetdə tapın bunların ölçüləri nə qədər olur. Yəni sadəcə sizdən tələb olunan həmin ölçülərdə yeni fayl yaratmaq. Ölçü vahidini də pikselə qoymaq yaddan çıxmasın. Bir də üçüncü tapşırıq internetdənsə maraqlı olan, yəni istənilən bir şəkli götürün, kopyalayın. Photoshopda yeni fayl yaradıb sadəcə həmin şəkli atın Photoshopa. Bir də interfeyslə tanışlığı da təkmilləşdirmək üçün interfeysdə bəlli dəyişikliklər eləyin. Bu dəyişiklikləri özünüzə uyğun Photoshopun bu interfeys adaptasiyasını yeni bir workspace kimi yaddaşda saxlayın. Bu workspace-i dağıdın, yenidən həmin o yaddaşda saxladığınız formata geri qaytarın ki, ikinci dərsin sonunda öyrəndiyiniz bu bilgilər sizdə qalmış olsun. Növbəti dərsdə görüşərik.